yer üzündə yaşayan bütün insanların ulu babası sayılan Koysan xalqı hələ də 100 min il əvvəl olduğu kimi yaşayır. Alimlər DNT analizləri ilə sübut ediblər ki, Koysanlar bəşəriyyətin ən qədim qoludur. Onlar digər irqlər hələ yaranmamışdan çox-çox əvvəl Cənubi Afrikada tək başına inkişaf edirdilər. Onların dili dünyadakı heç bir dilə bənzəmir. Danışarkən istifadə etdikləri qəribə, çırtma səsləri 1000 illər əvvəlki ovçu-yığıcı cəmiyyətlərin ünsiyyət formasının canlı qalığıdır. Koysanlar nə əkinçiliklə məşğul olurlar, nə də şəhərlər qururlar. Hələ də ovçuluq edirlər və yığıcılıqla məşğul olurlar. Təbiətlə tam harmoniya içində qalaraq zamanın axışını sanki dondurublar. Bəs siz bilirdiniz ki,